Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə şifrələr mövzusunun izahına baxacağıq. Ümumiyyətlə şifrələr nədir və necə həll olunur? Demək olar ki, bütün imtahanlarda şifrələr mövzusuna siz rast gələ bilərsiniz. Başlayaq şifrələri həll etməyə. Baxırıq birinci sualın izahına. Baxırsınız, buradakı sözlərin hər birinin burada kodu verilib. Sizdən zəki sözünün parolunu tapmağınızı istəyir. Neyinirik? Birinci sıraya bax deyəndə birincilərə baxacaqsan, ikincilərə bax deyəndə ikincilərə baxacaqsan, üçüncüyə bax deyəndə üçüncülərə baxacaqsan, dördüncülərə bax deyəndə dördüncülərə baxacaqsan. Necə həll edirik? Başladıq. Demək, baxırsınız birinciyə. Z, ə, t, ə, k. Eyni olanlar hansılardır? Ələrdir. 3, 5, 9, 2, 3. Eyni olan hansı oldu? Ə, 3. Harda ə görürsənsə, hamısının üzərinə götürüb 3 yazırsan. Mən kətə sözünün kodunu tapa bilərəm. Kətə sözünün kodu nə olacaq? B variantı, yəni 53, 23. Yəqin ki, razısınız. O zaman K-nın parolu 5-dirsə, ə-nin də parolu 3-dür. O zaman zəki sözünün parolu neçə olacaq? Ortası 35 olan variant C variantı. Keçirik ikinci sualın izahına. Yenə eyni qaydada M, E, T, S, T. Eyni olan hansıdır? T-dır. 8, 4, 2, 8, 6. Eyni olan hansıdır? 8, T. Ürəyin istəyir, axırıncı hərfə də baxa bilərsən. A, R, E, A, S. Eyni olan hansıdır? A-dır. 6, 3, 1, 4, 1. Demək, A-nın parolu 1-dir. Bütün A-ların üstünə götürüb 1 yazırsan. O zaman tarix sözünün kodu neçə olacaq? 81, 34. Yəqin ki, bura qədər aydındır. Digər T ilə başlayan sözü də tapa bilərsən kodunu, bəli. T-nın parolu 8-dirsə, o zaman tərsin parolu 84, 36 olacaq. S-nın parolu 6-dırsa, 6 ilə başlayan hansı variantdır? Y variantı. Baxırsınız, üçüncü suala. Burada sizə ipucu verib. İpucu nədən ibarətdir? Baxın, lal. Lalın birinci hərfi ilə sonuncu hərfi eynidir. Birinci hərfi ilə sonuncu hərfi eyni olan variant olacaq A variantı. Yəni, lalın parolu olacaq 474. Düzdürmü? L-nın parolu 4-dürsə, o zaman Nilin parolu neçə olacaq? Sonu 4-dən qutaran olacaq Y variantı. Baxırsınız, dördüncü suala. Yenə eyni qaydada T, K, T, P, R. Eyni olan hansıdır? T-dır. 6, 8, 5, 3, 5. Eyni olan hansıdır? 5-dir. Sən götürüb T-nın üstünə 5 yazırsan. Baxırsınız orta hərflərinə. O, A, O. 3 dənə O var, 2 dənə A. 9, 4, 4, 4, 9. 2 dənə 9 var. Demək, A 9-dur, O da olacaq 4. O zaman sən tar sözünün parolunu taparsan. 5, 9 ilə başlayan olacaq 598 tarın parolu. Yazıram elə burada tar. Daha sonra topun parolu neçə olacaq? 5, 4, 6. Bu olacaq topun parolu. Düzdürmü? P-nın parolu uşaqlar 6-dırsa pakin parolu neçə olacaq? 693. Olacaq A variantı. Keçək növbəti sualın izahına. Baxırıq 5-ci suala. R, M, T, M, K. Eyni olan hansıdır? M-dır. 4, 3, 1, 6, 1. Demək, M-nın parolu 1-dir. Bütün M-ların üstünə 1 yazırsan. Baxın, ikinci sıraya baxaq. Ə, A. 2 dənə A var, 3 dənə Ə var. 2, 5, 5, 5, 2. Demək, A-nın parolu olacaq 2. Düzdürmü? Ə-nin parolu olacaq 5. A-nın da parolu 2-dir. Daha sonra, mən burada məkan sözünün parolunu tapa bilərəmmi? Bəli. Məkan sözü 1-5 ilə başlayır, 429 olacaq məkanın parolu. N-nın da parolu 9-dur. Düzdürmü? Daha sonra sonu 9 ilə qutaran variant olacaq B variantı. Baxırsınız 6-cı suala. Yenə eyni qaydada H, T, K, P, H. 2 dənə H var. 4, 3, 4, 8, 7. Demək, H-ın parolu neçə olacaq? 4 olacaq. Bax, onlar hamısında eynidir. Onları görürsünüz. Hamısında olacaq neçə? 1. Daha sonra sonuncuya baxın. T, P, L, P. 2 P var, 2 L var. Mən T-nı tapa bilərəm. Bax, 7, 6, 3, 6, 3, 2, 3 var, 2, 6. Demək ki, onda T-nın parolu neçədir? 7-dir. Səndən də zaten nəyi soruşur? Hotun parolunu. Hotun da parolu olacaq 417.
Baxırsınız 7-ci sualın izahına l, m, n, in eyni olan hansıdır? N-dır. 1, 4, 9, 4, 3. Demək, n-nın parolu neçə olacaq? 4 olacaq. Bütün n-ların üstünə 4 yazırsan. Bax, sonu 4 ilə qutaran hansı variantdır? 931, 64. Düzdürmü? M-nın da parolu 1-dirsə əgər, 1 ilə başlayan yeganə variant olacaq A variantı. Yəni bu tipli suallarda ehtiyac yoxdur. Hər hərfi götürüb tapmağa, yazmağa ehtiyac yoxdur. Daha sonra baxırıq burada 8-ci suala. A, Z, R, İ, Z. Eyni olan hansıdır? Z-dır. 5, 9, 9, 6, 3. Demək Z-nın parolu olacaq 9. Z 9-dursa, o zaman Razi sözünün parolunu da tapa bilərsən, Ayzəri də tapa bilərsən. Üçüncüsü 9 olan variant hansıdır? Budur. Demək, Razi sözünün parolu 639, 95'dir. 5 ilə yazdım ki, səliqəsiz oldu. Daha sonra Z-nın parolu 9-dursa, düzdürmü? A-nın da parolu 3-dür. 9 ilə başlayıb 3 ilə bitən variant olacaq C variantı. Baxırsınız 9-cu suala. Yenə də X, Y, T, X, Y. 2 dənə X var, 2 dənə Y var. Sən T-ni tapa bilərsən. 2, 4, 3, 2, 3. 2 dənə 2 var, 2 dənə 3. Demək, T-nin parolu 4 olacaq. 45, 324. Vəssalam. Sən demək X-i tapmısan 3, Z-i 5, X-i 3, Y-i 2, T-ni də 4. 35, 324 olacaq C variantı. Sonra baxırıq 10-cu test tapşırığın izahına. A, K, E, K, A. 2 dənə A var, 2 dənə K var. Bax, 2 dənə 3 var, 2 dənə 4 var. Demək, eyni parol neçə olacaq? 2. Eyni parolu 2-dirsə, demək, bu elitin paroludur da. Zaten onu da səndən soruşur. Olacaq A variantı. Baxırsınız 11-ci test tapşırığın izahına. M, T, M, S, E. Eyni hərf hansıdır? M-dır. 9, 8, 5, 1, 1. Demək, M-nın parolu 1-dir. Bütün M-ların üstünə 1 yazırsan. O zaman tema sözünün parolunu tapa bilərsən. Üçüncüsü 1 olan 89, 13. A-nın parolu 3-dürsə, üçüncü hərfi 3 olan variant olacaq C variantı. Baxırıq 12-ci test tapşırığın izahına. F, E, T, H, M. Eyni olan yoxdur. Bax, A, H, A. 4 dənə A var, bir dənə H. Bax, 8, 8, 8, 8, 2. Demək, A-nın parolu 8-dir, düzdürmü? H-ın parolu 2-dir. Onda ehsan sözünün parolu neçə olacaq? 0, 29, 83. S-nın parolu 9-dursa, üçüncüsü 9 olan variant, demək, C-də var, A-da var. Sonra bax, A-nın da parolu 8, 8. Ortasında 898 olan variant olacaq A variantı. Baxırsan 13-cü test tapşırığın izahına. İ, N, L, E, İ. 2 dənə İ var. 2, 4, 4, 3, 7. Demək, İ'nin parolu olacaq 4. O zaman sən laci sözünün parolunu tapa bilərsən. 4 ilə qutaran yeganə variant 25, 94. Düzdürmü? L-nın parolu 2-dirsə əgər, düzdürmü? Üçüncüsü 2 olan variant olacaq Y variantı. Baxırsınız 14-cü test tapşırığın izahına. G, K, S, T, G. 8, 3, 6, 6, 9. Demək ki, G-nin parolu neçə olacaq? 6 olacaq. Ü-nün parolu neçədir? 2-dir, görünür. Buradan elə Ü-nün parolunun 2 olması. O zaman sən L, T, D, L-nı 2 dənə L var. Demək, L-nın parolu neçə olacaq? Sonuncu eyni olan bir dənə 1-dir. Düzdür. O zaman gül sözünün parolu oldu 621. Düzdürmü? Zaman tül sözünün parolu oldu 821. Yazıram burada tül. O zaman gün sözünün parolu neçə olacaq? 624 gün. Düzdürmü? Sonra sən demək K-nı da tapmışıq, T-nı tapmamışıq. T-nı tapmışıq 8. Demək, küt sözünün parolu olacaq 328. Düzdür mü? Olacaq küt yazıram bunun üstünə. O zaman süd sözünün parolu neçə olacaq? 927. Daha sonra baxırıq 15-ci test tapşırığın izahına. S, R, M, T, R. 2 dənə R var. 5, 6, 5, 3, 1. Demək, R-nın parolu neçə olacaq? 5 olacaq. Ələrin parolu 9-dur, gördüyünüz kimi. Daha sonra
Sonuncuya baxaq. T, S, H, S, M. 2 dənə S var, düzdürmü? 2 S varsa əgər S-in parolu neçə olacaq? 1 olacaq. Mən onda rəisin sözünün parolunu tapa bilərəm. Olacaq rəis olacaq A variantı, düzdürmü? O zaman tərsin parolunu tapa bilərsən. 9 ikinci, 1 sonuncu. Bu olacaq tərs, düzdürmü? Daha sonra R-nın parolu 5-dirsə əgər rəhm sözü olacaq C variantı. Baxırıq 16-cı test tapşırığın izahına. Yenə eyni qaydadan baxırsınız. Birinci sırada eyni görürsüz yoxdur. İkinci sırada da eyni yoxdur. Üçüncü sıraya baxırsınız. Burayla bura eynidir, düzdürmü? Üçüncü sıra bura eynidirsə əgər, üçüncü sıraya baxırsınız. Hər yerdə 2, 8, 5, 8, 1. Demək, bunun parolu neçədir? 8. Bu ifadədə aşağı baxan ox hardadır? İkincidir. Demək, ikincisi 8 olan variantı götürəcəksən. Bu da olacaq Y variantı. Vəssalam. Baxırsınız 17-ci test tapşırığın izahına. Burada baxın, birinci sıraya baxırsınız. Birinci sırada 5, 3, 8, 3, 7. Demək, bunun parolu neçə olacaq? 3 olacaq. Bu 3-dürsə, hər yerdə 3 yazırsan. İçərisində X olanı. İkincisi 3 olacaq. İkincisi 3 olan variant hansı variantdır? C variantı. Yəni şifrələri oturum, yazım, hesablayım. Nə bizim o qədər vaxtımız yoxdur, nə də ki ehtiyac yoxdur onu eləməyə. Baxırsınız 18-ci suala. Nə burada, nə burada, nə burada, nə burada. Eynilik yoxdur. Bəs nə edəcəksiniz? Sual da səhv deyil. Yəni siz tapa bilmirsinizsə, o demək deyil sual səhv. Ümumiyyətlə sual səhv olmaq ehtimalı çox-çox aşağıdır. Baxın sətir-sətir. Baxırsan burada ikinci ilə dördüncü eynidir. Hansı variant sətir üzrə ikinci və dördüncü eynidir? 2, 2. Görürsənmi? Zaten səndən də bunun parolunu soruşur. Demək, bu hansı variantdır? B variantı. Daha sonra baxırıq nəyə? Baxırsınız 19-cu test tapşırığının izahına. Demək, baxırsınız burada məktub işarəsi 9, 8, 1, 9, 6. Demək, məktubun parolu 9-dur. Bütün məktubların üstünə 9 yazırsan. İkincisi 9 olan variant hansıdır? 193. Düzdürmü? Bunu da tapdıq. Demək, bu kvadrat 3-dür, düzdür. Digər 3 ilə bitən variant hansıdır? 853. Düzdür. Kitabın işarəsi 5-dir. 9 ilə başlayıb 5 ilə qutaran variant hansı variantdır? D variantı. Sonra baxırsınız 20-ci test tapşırığın izahına. Yenə eyni qaydada eynilərə baxırsınız. Yumru, kvadrat, 3 bucaq, ulduz yumru. 6, 5, 3, 3, 8. Demək, yumrunun funksiyası neçədir? 3-dür. Yəni yumru 3-dür. Bütün yumruların üstünə 3 yazırsan. Daha sonra baxırsınız ikinci sırada eyni yoxdur. Amma mən ikincisi 3 olan variantı tapa bilərəm. 638 olacaq bu. Görürsünüz yəqin ki, ortası 3 olan. 3 bucaq funksiyası 8-dir. 3 ilə başlayır. 8 ikinci olan hansı variantdır? 384. Düzdür? Daha sonra sonu 8 ilə qutaran digərini tapa bilərsən. 568. Düzdürmü? Ulduz 5-dirsə əgər 3, 5, 6 da bunun paroludur, olacaq C variantı. Daha sonra keçirik 21-ci test tapşırığının izahına. Maraqlı test tapşırığıdır. Necə eləyəcəksiniz bunu? Baxırıq. Baxın, deyir seyfi açmaq üçün 3 rəqəmli kodu yığmaq lazımdır. Verilən məlumatlardan istifadə edərək kodu tapın. Elə bilin ki, sizin bir dənə seyfiniz var və seyfə 3 rəqəmli kod qoymusunuz. Və mən sizdən həmin rəqəmin kodunu soruşuram, siz mənə demirsiniz təbii ki. Və mənim üçün belə bir mülahizələr yazırsınız və deyirsiniz ki, buna uyğun olaraq onları həll elə. Neyniyəcəm? Deyir ki, bütün rəqəmləri səhvdir. Bütün rəqəmləri səhvdir. O deməkdir ki, sənin cavabında 2 yoxdur, 3 yoxdur, 9 yoxdur. 2-ni, 3-ü, 9-u hamısından çıxırsınız. Daha sonra neyinirik? Bir rəqəm düzdür, yeri səhvdir. Demək, sənin cavabındakı 8 düzdür, amma 8-in yeri birinci deyil. Görürəm, burada da 8 var. Deyir, 2 rəqəm düzdür, lakin yeri səhvdir. Demək, 8-in yeri ortada deyilsə, 8-in yeri avtomatik haradır? Axır. Yəni, əgər burada bir rəqəm haqqında fikir veribsə, bu hər bir yerdə eyni cavab olmalıdır, yaxşımı? Yəni, hər biri bir-birini təsdiqləməlidir. Burada bir dənə, bayaq dedik, 9 yoxdur. 1 qaldı. Bir rəqəmin də yeri axır deyil, bir ya qabaqdadır, ya yazıram, bir ya buradadır, ya burada. Sonra baxırsınız, ikinci ipucunuz nədən ibarətdir? Hansı rəqəmi daha çox görürsünüzsə, qaçırsınız o tərəfə. Bax, burada 6-ya baxıram.
Deyəcəksiniz ki, niyə 6-ya baxırsan? Çünki 6 eyni yerdədir. Onun haqqında mülahizələri təyin etmək mənim üçün daha rahat olar. Deyir, bir rəqəm düzdür və yerindədir. Tutaq ki, 6 düzdür. Bu burada onu inkar eləyir. Deyir, bir rəqəm düzdür, yeri səhvdir. Demək ki, mənim cavabımda 6 yoxdur. Nə qaldı burada? Deyir, bir rəqəm düzdür və yeri səhvdir. Demək, düz olan hansıdır? 7. 7-nin də yeri birincidə isə 7 hardadır? İkincidə. Bayaq dediyi 1 ya 1-dədir ya 2-də. Avtomatik olaraq 1 üçün hansı yer qalır? Qalacaq 178. Bu da olacaq A variantı. Buna uyğun bir neçəsini işləyəcəyik. Baxırıq 22-ci test tapşırığın izahına. Deyir ki, sözdə qarşısına verilən ədədlərin hər biri sözün şifrəsidir. Eyni hərf, eyni rəqəmlə, fərqli hərf, fərqli rəqəmlə şifrələnib. Buna görə Neptun sözünün parolunu tapın. Nə edirik burada? Bunların parolu buradadır. Neptun sözünün parolunu səndən soruşur. Bax, T, L, P, N, A eyni olan yoxdur. İ, A, U, E, K eyni olan yoxdur. Arxaya baxırsınız. Deyir ki, L, K, L, P, T eyni olan hansıdır? L-dır. Demək, L-nın parolu neçədir? 1-dir. Düzdürmü? Tapdıq bunu. L-nın parolu 1-dirsə, onda L-nın parolu neçə olacaq? 1 ilə başlayan 136. Düzdürmü? K-nın parolu 6-dırsa, uşaqlar, aktın parolu neçə olacaq? 365. T-nın parolu 5-dirsə, T-in parolu neçə olacaq? 571. Düzdürmü? Daha sonra buranı tapdıq. Onda biz pulun parolunu tapa bilərik də. Pulun parolu olacaq 281. Düzdür. Nepin parolu neçə olacaq? Yerdə qalan 492. Səndən də Neptunun parolunu soruşur. 492 sonunda olacaq C variantı. Sonra baxırsınız növbəti tip suala. Baxırsınız 26-cı test tapşırığın izahına. Bu tipli testləri necə eləyəcəksiniz? Əslində bu tipli testlər çox rahatdır. Bir neçəsini izah edəcəm. Bu dərs avtomatik sizin beyninizə ötürüləcək. Baxırsınız, burada variantla işləmək daha yaxşıdır. Hər bir hərfin burada parolları verilib. Bu parollardan istifadə etməklə bu sözü oxuyacaqsınız. Baxın, variant getdik. A-da D-nin parolu. D-nin parolu budur. Götür bunun üstə yaz D. A-nın parolu nədir? Bir dənə ox yuxarı. Görsən, bu qaldı çöldə. Demək ki, A variantı deyil. Baxırsan B variantına. A-nın parolu bir dənə ox yuxarıdır. Düzdürmü? Y-nin parolu bu. Demək, bu da deyil. Sonra baxırıq nəyə? Sonra baxırıq C variantına. A-nın parolu bir dənə ox yuxarı. D-nin parolu bundan budur. Bu uyğun deyil. Bu da çıxdı. D-yə baxırsan. A-nın parolu bir dənə ox yuxarıdır. C-nin parolu belə bir şeydir. Bu buradadır. Bu qədər şey qalır çöldə. Ona görə baxırıq Y variantına. D-nin parolu bundan budur. Götürdüm bura D yazdım. Y-nin parolu bu. Götürdüm bura yazdım Y. B-nin parolu isə budur. Vəssalam. Olacaq Y variantı. Sonra baxırıq 27-ci test tapşırığın izahına. Yenə eyni qaydada başlayırıq parolları bir-bir oxumağa. N-in parolu bir dənə kitabdır. Güya ki bu N-dir. L-in parolu nədir? Bu şimşəkli məktubla kitab. Tutaq ki bu L-dir. M-in parolu nədir? Bu. Amma burada uyğun gəlmədi. Demək, A variantı deyilmiş. Baxırıq sonra B variantına. M-in parolu budur. L-in parolu budur. Y-nin parolu budur. S-in parolu budur. Elə düzgün cavab olacaq B variantı. Baxırıq 27-ci test tapşırığın izahına. Yenə eyni qaydada. Baxırıq burada E-nin parolu budur. O-nun parolu uyğun gəlmədi. Sonra baxırıq D variantına. Y-nin parolu budur. P-nin parolu budur. H-ın parolu budur. P-nin parolu budur. Elə olacaq D variantı. Daha sonra baxırıq 29-cu test tapşırığın izahına. Tipli testlərdə necə eləyəcəksiniz? Yadınızda qalsın. Hərfin qabağında duran rəqəm onun yerini göstərir. Yazırsan buradan bal. Burada gəlin başqa qələmdən istifadə eləyək. Burada F3 o deməkdir ki, 3-cü hərfin koduyam. C2 o deməkdir ki, 2-ci hərfin koduyam. V1 o deməkdir ki, 1-ci hərfin koduyam. Sonra yazırıq buradan küçə. Küçə. Burada deyir ki, P3 3-cü hərfin koduyam. X1 1-ci hərfin koduyam. Y4 4-cü hərfin koduyam. R2 2-ci hərfin koduyam. Burada eləyə biləcəyiniz birinci iş nədən ibarətdir? Bu hərfləri sırayla yazmaqdır. Yazırsan X, C, V, C, V. Daha sonra baxırsınız. X nəyin paroludur? K-nın.
C nəyin paroludur? A-nın. V nəyin paroludur? B-nın. C nəyin paroludur? A-nın. V nəyin paroludur? B-nın. Olacaq kebab. Sonra baxırsınız 30-cu test tapşırığının izahına. Yenə eyni qaydada yazacağıq bunu. Yazır buradan sülh. Düzdürmü? P üçüncü hərfin koduyam. K ikinci hərfin koduyam. Z dördüncü hərfin koduyam. M birinci hərfin koduyam. Sonra yazır buradan fasilə. Düzdürmü? Gəlin qarayla yazar. Q dördüncü hərfin koduyam. N üçüncü hərfin koduyam. P beşinci hərfin koduyam. R altıncı hərfin koduyam. M birinci hərfin koduyam. D ikinci hərfin koduyam. İndi nə edirik biz burada? Birinci bunları sırayla yazırsınız. N, Q, P, D, Z. Düzdürmü? Başlayırıq bunları oxumağa. N nəyin paroludur? S-nın. Q nəyin paroludur? Uşaqlar I-nin. P nəyin paroludur? L-nın. D nəyin paroludur? A-nın. Z nəyin paroludur? H-ın. Olacaq silah. Əgər bunu S1, I2, A4, L3, H5 kimi versəydi, yenə doğru olacaq. Çünki onun yanındakı duran rəqəm onun indeksini göstərir. Yəni yerini göstərir. Baxırsınız 31-ci test tapşırığına yazıram buradan fidan. Düzdürmü? Q dördüncü hərfin paroluyam. S birinci hərfin, V üçüncü hərfin, T beşinci hərfin, X ikinci hərfin. Sonra burada yenə də yazırsınız burada. Demək, altından yazıram mələk, mələk. Düzdürmü? Demək, G ikinci hərfin koduyam, U beşinci hərfin, P üçüncü hərfin, G dördüncü hərfin, Z birinci hərfin. Birinci işim bunları sırayla yazmaqdır. V, Q, Z, P, Q. İndi yazırıq. Bax, V nəyin paroludur? D-nın. Q nəyin paroludur? A-nın. Z nəyin paroludur? H-ın. Yox, bu buna aiddir. Buna bir şey yoxdur. Z M-nın paroludur. P nəyin paroludur? P paroludur L-nın. Q nəyin paroludur? A-nın. Olacaq damla. Baxırıq 32-ci test tapşırığının izahına. Yenə eyni qaydada yazıram burada səma. Sonra yazıram film. Üstündən yazaq ki, bizə rahat olsun. Bir-bir yazıb. Aha. V üçüncü hərfin koduyam. X birinci hərfin. R dördüncü hərfin. J ikinci hərfin. H ikinci hərfin. V dördüncü hərfin. Z birinci hərfin. D üçüncü hərfin. İndi birinci işim nədən ibarətdir? Bunları sırayla yazmaq. Z, J, X, H, D. Z nəyin paroludur? F-nın. J nəyin paroludur? Ə-nin. X nəyin paroludur? S-nın. H nəyin paroludur? I-nin. D nəyin paroludur? L-nın. Olacaq nə? Fəsil. Sonra baxırsınız 33-cü test tapşırığının izahına. Gəlin bunu bunları belə eləyək ki, yazaq üstünə. Sonra isə buradan da tapaq. Amma birini yazıb görək tapa biləcəyikmi? Yazırsınız buradan qatar. Düzdürmü? Demək, V dördüncü hərfin paroluyam. X beşinci hərfin paroluyam. V ikinci hərfin. Y üçüncü hərfin. S birinci hərfin. İndi baxın, bunu sırayla yazırıq. Birinci olacaq S, ikinci olacaq V, üçüncü olacaq B, dördüncü olacaq Y. Bunları yazdıq. Beşinci olacaq I, altıncı olacaq X, yedinci olacaq V, səkkizinci olacaq C, dokuzuncu olacaq V. Yox, elə 8 dənədən ibarətdir deyəsən. 8 dənədən 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada bunu artıq yazdım hansınsa. S birinci hərfdir. V ikinci hərfdir. Bunu x-layaq. B üçüncü hərfdir. Tak, burada bu artıqdır. I yazmaq istəmişəm. Bunu götürürük. Aha. I dördüncü hərfdir. Burada Y-dir. Y bunu düz yazmışdıq. Y. Düzdürmü? İ, bunu da yazdıq. Sonra demək 4, 6-cı hərf X-dir, 7-ci hərf V-dir, 8-ci hərf C-dir, 9-cu hərf yoxdur. Elə sonuncu hərf bir dəqiqə. C-ni tapdıq. Biz bu V-ni buraya yazmışıq. 7-ci, 8-ci hərf.
Nəsə düzgün getmədi. Bir də eləyək bunu. S birinci hərfdir, V ikinci hərfdir, B üçüncü hərfdir, Y dördüncü hərfdir, I beşinci hərfdir, X altıncı hərfdir, V yeddinci hərfdir, C səkkizinci hərfdir. Hə, bu V artıq yazmışam bura. Bunu silək. Bu mexaniki səhv oldu. Aha, indi baxırıq. S nəyin paroludur? S paroludur Q-nın, düzdür? S əgər Q-nın paroludursa əgər rəngini dəyişək ki, siz rahat görəsiniz. S Q-nın paroludur. Demək, birinci yazmışıq. Nəyə yazmışıq biz burada? Birinci biz burada yazdıq. Birinci S yazmışıq. Bunu silmişəm. Deyirəm, axı, niyə qarışıq oldu? Birinci hərf oldu S, düzdürmü? S-in parolu Q-dırsa, Q ilə başlamayan bütün variantları silirsən. Elə burada qalacaq bircə dənə Qantural sözü. Daha sonra baxırıq. Növbəti şifrə növünə 34-cü tapşırığa baxırsınız. Məntiqdə bu oxşarlıq deməkdir. Bunun eynisini bu variantlardan tapmalıyıq. Necə tapacaqsınız? Baxın, gəlin variantları bir-bir işarələyək. A. 3. Bu 3 əgər burada olsaydı düzgün cavab kimi ehtimal oluna bilərdi. 2 olar. 7. Bu 7 əgər burada olsaydı düzgün cavab kimi ehtimal ola bilərdi ki, o olsun. 4. Bu 4 burada olsaydı ehtimal ola bilərdi ki, o olsun. 1. Bu 1 burada olmasaydı, burada olsaydı ehtimal olardı ki, o olsun. Ona görə düzgün cavab olacaq. Elə B variantı. Sonra baxırsınız 35-ci suala. Ürəyiniz istəyən hərfi işarələyə bilərsiniz. Yəni müəllimə tutaq filan hərf işarələyibsə, o demək deyil, sən də oradan başlamalısan. Bax, K, düzdürmü? 6 olar, 4 olmaz. 3 olar, 5 olar, 9 bu da olar. Gəl A-lara baxaq. A. Eyni yerdə duran hərf burada eyni yerdə həmin fərqli rəqəmlər durmalıdırlar. Amma hər rəqəm bir dənə hərf ifadə edir. 3 olar, 1 olar, 8 olmaz qətiyyən, 2. Gəl ürəyin hansına istəyir, bax, gəl yerlərə baxaq. Bura ilə bura eynidir. 8 ilə 8 olar, 4 ilə 4 bu da olar, 4 ilə 4 bu da olar. Düzdürmü? Fərqli ruçka ilə elə indi. Məsələn, bax, burada bura ilə buranı eynən fərqlidir. A variantında eyni verib 8 ilə 8-i olmaz. C variantında 5 ilə 4 olar, 3 ilə bura 4 fərqli verib bir-birinə, bu da olar. Sonra baxın nəyə? Ellərə baxsaq tapa bilərik cavabı. L. Düzdürmü? 7. Elə C variantıdır cavab. Y-yə bax, 6 olmaz. Sonra baxırıq növbəti suala. 37-ci tapşırığa baxacaqsınız. Baxaq burada. H, düzdürmü? 3 olar, 5 olmaz. 4 olar, 6 olar, 6 bu da olar. Baxırıq burada Y-lərə. Bura ilə bura eynidir. 1 ilə 1 olar, 1 ilə 1 olar, 2 ilə 1 olmaz, 1 ilə 1 olar. Gəlin burada S-lərə baxaq. Bura ilə bura eynidir. 5 ilə 3 olmaz. 0 ilə 0 olar, 5 ilə 5 olar. F-lərə baxaq. Bura ilə bura eynidir. 7 ilə 8 eyni deyil. Bir dənə qaldı Y variantı. Baxırıq 38-ci test tapşırığına fikir versəz burada bax 3, 1, 7, 4, 2, 5, 7 yəni eyni olan yoxdur sıra üzrə. Nəyə baxırsınız? Bax, burada elə rəqəm tapacaqsan ki, birinci də birinci olsun, sonra ikinci olsun, sonra üçüncü olsun, sonra dördüncü olsun. 5 variant olacaq, amma birində heç olmayacaq həmin rəqəm. Bax, 3 burada birincidir, burada ikincidir, burada üçüncüdür, burada da dördüncüdür. Düzdür? Elə rəqəm tapmalısan. Birinci, ikinci, üçüncü, dördüncü. Bax, 8 burada birincidir, burada ikincidir, burada üçüncüdür, burada dördüncüdür. Düzdürmü? Demək ki, 3-ün parolu neçədir? 8. Düzdür? Ehtiyac yoxdur bunların üstə götürüb yazmağa. İkinci hərfi 8 olan variantı götürürsən, ikinci variantı 8 olan variant olacaq elə D variantı. Vəssalam. Baxırıq 39-cu test tapşırığına. Bu da şifrələr növünün növbəti növüdür. Magistrin kodu kütləvidir. Götürüb bunun üstünə yazıram. Yazıram burada. Magistrin koduna kütləvi. Kütləvi. M-nın parolu K-dır. İstirab sözündə M hərfi var, yoxdur. Ona görə K olan bütün variantları silirsən. A-nın parolu Ü-dür. İstirab sözündə A hərfi var, bəli, A-ya götürüb Ü yazırsan. G-nın parolu T-dır. İstirab sözündə G hərfi var, yoxdur. T olan variantları çıxırsan.
İ-nin parolu L-dir. İstirab sözündə İ hərfi var, bəli. Birincisi L və dördüncüsü L. Ona görə Y variantı da çıxır, qalacaq B variantı. Baxırsınız 40-cı test tapşırığın izahına. Kürdəmirin parolunu verib sənə Y1 8 L 6 S M 8. Bax, K-nın parolu E-dir. Dünyəvi sözündə K hərfi var, yoxdur. Ona görə sənin cavabında Y ola bilməz. Ü-nün parolu 1-dir. Dünyəvi sözündə Ü hərfi var, bəli. İkinci 1 olacaq. Ona görə D də çıxır, B də çıxır. R-nın parolu 8-dir. Dünyəvi sözündə R hərfi var, yoxdur. Ona görə 8 olan variantı çıxırsan, qalacaq bir dənə A variantı. Bəzən olacaq ki, cəmi bir dənə hərfin olacaq, əlində ondan tapacaqsan. Yəni bu ola bilər. Məntiqi sözü qismətdir. Yazırsan qismət. M-nın parolu Q-dır. Nizami sözündə M hərfi varmı? Bəli. M-ya götürüb Q yazırsan. Ə-nin parolu İ-dir. Nizami sözündə Ə hərfi varmı? Yoxdur. Ona görə İ olan variantları çıxırsan. N-nın parolu S-dir. Nizami sözündə N hərfi var? Bəli. T-nın parolu olacaq M. M zaten cavablarda yoxdur. İ-nin parolu Ə-dir. İkincisi Ə və sonuncusu Ə. Ona görə Y variantı çıxdı. Qaldı sənin 2 variantın. Hansı variantdır sualın cavabı versəz, deyərəm ki, C variantı. Niyə? Çünki Nizamidə 2 dənə Ə var. Amma Sədəqədə 3 dənə Ə olacaq. Olmaz. Daha sonra keçirik növbəti suala. Baxırsınız 42-ci test tapşırığına. Judonun parolu L-S-N. Karatenin parolu 658 529. Bax, J-nın parolu E-dir. Futbol sözündə J hərfi var, yoxdur. Ona görə E-ni cavabdan çıxırıq, zaten yoxdur. O-nun parolu L-dir. İkincisi L olacaq. İkincisi L olmayan variantı çıxıram. D-nın parolu S-dir. Futbol sözündə D hərfi var, yoxdur. Ona görə S olan variantı çıxdım. O-nun parolu N-dir. Burada da N hərfi olacaq. K-nın parolu 6-dır. Futbol sözündə K hərfi var, yoxdur. 6 da zaten cavabda yoxdur. A-nın parolu 5-dir. Futbol sözündə A hərfi var, yoxdur. 5 zaten cavabımda yoxdur, artıq çıxılıb. R-nın parolu 8-dir. Futbol sözündə R hərfi varmı? Futbol sözündə R hərfi bəli var. Yoxdur. Fikrim qarışdı, mesaj gəldi, fikrim qarışdı. R-nın parolu 8-dir. Futbol sözündə R hərfi yoxdur. Ona görə 8 olan variantı çıxacaqsan. Qalacaq B variantı. Sonra baxırıq 43-cü test tapşırığın izahına. Notun parolu 385, qatarın parolu 425 27. Səndən antilop sözünün parolunu soruşur. N-nın parolu 3-dür. Antilop sözündə N hərfi varmı? Bəli. İkinci olacaq 3. Daha ikincisi 3 olmayan variantı çıxırsan, sadəcə Y-ni çıxdıq. O-nun parolu 8-dir. Antilop sözündə O hərfi varmı? Bəli. O-ya götürüb 8 yazırsan. T-nın parolu 5-dir. Demək, üçüncüsü 5 olacaq. Üçüncüsü 5 olmayan variantı çıxırsan, C variantı çıxdı. Daha sonra Q-nın parolu 4-dür. Antilop sözündə Q hərfi varmı? Yoxdur. Ona görə 4 olan variantı çıxırsın. Bir dənə cavabın qaldı. D variantı. Sonra baxırıq 44-cü test tapşırığın izahına. Bu da rahat tipli sualdır. Rəqəmi rəqəmlə ifadə edib. Sənin üçün burada ipucu verib. 838. Hansı variantdır? Budur. 838. Düzdür? Demək ki, bax, üstünə bunu yazırsan ki, 282 bunun paroludur. Düzdürmü? 3-ün parolu neçədir? 8. 8 ilə başlayan hansı variantdır? A variantı. Daha sonra keçirik növbəti suala. Yenə də eyni qaydada sizin seyfiniz var. Seyfə yenə kod qoymusunuz. O kodu mən sizdən soruşuram. Siz də mənə bu cür mülahisələr deyirsiniz. Hardan başlayacağıq? Başlayacaq ki, rəqəmlər düz deyil. 5-i, 1-i, 9-u hər yerdən silirsən. Düzdürmü? 5-i də buradan sildik. Burada nə deyir? Deyir 2 rəqəm düzdür və hər ikisi öz yerindədir. Bu sadədir. 6 buradadır, 4 buradadır. Düzdürmü? Sonra dedim, nə edəcəksiniz? Hansı rəqəmi çox görürsünüzsə, ona baxacaqsınız. Məsələn, burada 8 də çox görürük, 2-ni də. Baxaq. Tutaq 8 düzdür. Deyir, bir rəqəm düzdür, yeri səhvdir. Bax, 8-in yeri burada səhvdirsə, mənim zaten orta yerim boşdur. 8-i buradan yaza bilərəm. Bax, 8 burada ortadadır. Deyir, bir rəqəm düzdür, yeri səhvdir. 8 ortada da deyilsə, 8 üçün artıq yerim qalmadı. O deməkdir ki, sənin cavabında 8 ola bilməz. 2-yə baxırsan, bir rəqəm düzdür, yeri səhvdir. Həqiqətən də 2-nin yeri axırıncı deyil, 2-nin yeri ortadır mənim üçün. Burada da deyir, bir rəqəm düzdür, yeri səhvdir. Bəli, 2-nin yeri birinci deyil, çünki 2-nin yeri ikincidir. Vəssalam, bu da olacaq D variantı. Sonra baxırıq 46-cı test tapşırığın izahına.
Yəni nə deyir burada? Deyir rəqəmlər və yerləri səhvdir. Sənin cavabında 7 yoxdur, 2 yoxdur, 6 yoxdur. 7-ni, 6-nı və 2-ni bütün cavablardan çıxırsınız. X, X, X. Gəlin ruçkanın rəngini dəyişir. Demək, hardan başlayırıq? Deyir ki, bir rəqəm düzdür və lakin yeri səhvdir. Demək, 4-ün yeri arxa deyil. 4-ün yeri ya 2-dir, ya 1. Görürəm ki, burada 4 haqqında da fikir bildirib. Deyir, 2 rəqəm düzdür, lakin yeri səhvdir. Demək, 4-ün yeri nə imiş? 4-ün yeri ortada deyilmiş. 4-ün yeri haradır? Birincidir. 4-ü də cavablardan silirsən. Artıq tapıldı deyə. Sonra nə demişdim? Hansı rəqəmi daha çox görürsünüzsə, üstünlüyü ona verirsiniz. Məsələn, 8. Tutaq ki, 8-in düzdür. Bax, deyir ki, bir rəqəm düzdür, lakin yeri səhvdir. Demək, 8-in yeri birinci deyil. Okey, 8-in yeri ya ikincidir, ya üçüncü. Bir rəqəm düzdür və yeri də doğrudur. Burada dediyim burada inkar edir. O deməkdir ki, 8 mənim cavabımda yoxdur. Neçə qaldı səndə burada? 5 qaldı. Deyir, bir rəqəm düzdür və yeri də doğrudur. Demək, 5 hardadır? Sonuncu. 5-i burada tapmışıq, düzdürmü? 4-ü tapmışıqsa, burada mənim bir dənə tapılmayan bu hissədə qalıb ipucularım. 9 ilə 1, düzdürmü? Deyir, bir rəqəm düzdür, lakin yeri səhvdir. Baxın, uşaqlar, tutaq ki, 9 düzdür. 9 düzdürsə, sən bunu hara yazacaqsan? Deyir, bir rəqəm düzdür, lakin yeri səhvdir. 9-un yeri səhvdirsə, demək 9 ortanı qəbul eləmir də, düzdürmü? Demək, 9 üçün yerim yoxdur. O deməkdir ki, mənim cavabımda 9 yoxdur. Qaldı 1. Burada həqiqətən də 1 imiş. Bir rəqəm düzdür, lakin yeri səhvdir. Həqiqətən də 1-in yeri sonuncu deyil, 1-in yeri ikincidir. Bu dərsimiz bu qədər. İnanıram ki, bu mövzunu yaxşı başa düşdünüz. İrəliləyən mövzularda mən başqa kitablardan, Dövlət İmtahan Mərkəzinin test toplusundan ən çox orada olan yeni tipli test tapşırıqların izahını verəcəm şifrələrdən. İnşallah ki, imtahanda qabağınıza çıxar və siz yaxşı şəkildə bunu yazarsınız. Oldu, gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın, sağ olun.